Eşsiz mezesiz can ile canan olabilmez. Mezesiz can ile canan olabilmez. Sevda dediğin herkese meydan olabilmez. Ay girdim girdim güneşin koynuna bindi seherim var. Bülbül de benim gül de zimistan olabilmez. Ay arifleri bindir ki ne diye arifleri bindir ki nedir şehrine senet. Ey şair yaralan emre peşiman olabilmez. Ey hoşbext elimi yurdumun ez vurgunu olabilmez aman aman yarım aman 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 hey dağdamam ey boylanan da kızıl güneş boylanan da kızıl güneş üfük yanar seher seher üfük yanar seher seher seyre çıkaran bulutları seyre çıkaran bulutlar al boyalar seher seher ne güzeldi bizim seher. Ceylan kaçar oynaklara ceylan kaçar oynaklara sür kalkar göy dağlara sür kalkar göy dağlara. Ey kuşlar yaşın bu dağlara kuşlar yaşın bu dağlara uçup ola seher seher ne güzeldi bizim seher uçup ola seher seher ne güzeldi bizim seher. Səbah xanım, çox sağ olun. Təşəkkür edirəm sizə. Bütün səbahlarımız, bütün səhərlərimiz aydınlıq içində olsun, nur içində olsun. Bir sual da verim, artıq sağollaşaq tamaşaçılarımızla. Amma mümkünsə konkret. Mən bildiyimə görə siz yaradıcılıq fəaliyyətinizə Sumqayıtda başlamışsınız. Elədir, bəli. Sumqayıtda. Sumqayıtda başlamışam. Hal-hazırda Sumqayıtda da yaşayıram. Orada çalışırsınız. Sumqayıtda da fəaliyyət göstərdim. Bakıya gəlmək fikriniz yoxdur ki?
Vallahi elə günümün yarısını bölüşdürmüşəm. Yarısı Sumqayıtda keçir, yarısı da. Çətin deyil ki, yol uzaqdır. Yox, xoşdur. O yolda onun xüsusi gözəlliyi var. İnsanın başına cürbəcür fikirlər gəlir, yaradıcılıq gəlir. Cəvah xanım, çox sağ olun. Sizə yaradıcılıq uğurları arzulayırıq. Siz hələ ki, yeni başlamışsınız. Bizim qrupu dəvət etdiyinizə görə mən bütün Sabahın yaradıcı kollektivinə təşəkkürümü bildirirəm. Həmişə sabahlarınız belə gözəl açılsın inşallah. Çox sağ olun, siz sabahlarınız gözəl olsun, musiqili olsun və siz hələ yeni başlamışsınız. Sizə bol-bol yaradıcılıq uğurları arzulayıram. Sizə işlərinizdə müvəffəqiyyətlər. Musiqi bizi gözəl düşünməyə vadar eləyir. Gözəl bir musiqili qonağımız var idi. Gözəl musiqilər ərmağan etdik sizə. Qonağımız da müğənni Şəfa idi.